kişi ümumiyyətlə evə girəndə, uşaqlar da evdə bilməlidir ki, evə ata gəldi. Evə girirsən, məsəl üçün, görürsən ki, uşaq, yəni, umurunda deyil də ata gəlib. Tək uşaq yox, həyat yoldaşlarına. Hə də umurunda deyil. Bilmirsə orada telefonla kimlə danışır o. Hə, yəni sən ümumiyyətlə kişi, yəni o demək, bəs bu kişi bütün günü səhərdən axşamacan çalışır, işləyir, gətirir, dolandırır, yedizdirir, içizdirir, baxır, onu ödə, bunun pulunu ver, təhsil haqqını ver, əsəb, stres, bunu ver, onu ödə, işıq pulu gəldi, qaz pulu gəldi, soyuducu o qutarıb, bu qutarıb, bunu almaq lazımdır, dəvətnamə gəlib toya pulunu vermək lazımdır, onu eləmək lazımdır. Biz bunları kişi eləyirsə hamısını. İndi düzdə qadınlar deyəcək ki, İzzət kişi, mən kişilərin burada tərəfini tutaraq danışmıram, mən haqqın tərəfini tutaraq danışıram. Yəni kişi həmrəlliyi var da. Bu kişi, mən demirəm, bəzi elə kişilər var ki, onunla da razıyam. Elə kişilər var ki, həqiqətən də, doğrudan da ailə qədri bilmir, laqeyddir, uşaq necə böyüyəcək xəbəri yoxdur, atıb arvadın üstünə heç nədən xəbəri yoxdur, evdə nə var, nə yox, ondan xəbəri yoxdur. Belə adicə belə su işi vecinə döyür. Adamın umurunda deyil. Arağı olsun, öz keyfində olsun, öz dostlarına gedib əylənsin, keyfini çəksin, evin başını buraxıb tamamilə sonra deyirlər ki, filan kəs belə oldu, uşaq belə oldu, xanım belə oldu, belə oldu. Mən təbii ki, onlardan danışmıram. Təbii. Biz bu tərəfdən danışırıq. Normal bir kişi, ailəsini üstündə olan, yəni ki, bu haram şeylərdən uzaq olan, diqqətçil, ailə canlı, balalarını qanadının altına yığa biləcək, ailəsini qoruya biləcək bir insandan danışırıq. Sahib çıxan bir kişidən danışırıq, amma heç olsa onların qədrini bilək də.